Hər vaxtınız xeyir. Bilirsiniz, həyatda qalmaqla bağlı əksər bələdçilərə baxanda nə görürük? Hansı bıçağı almalı, necə tonqal qalamalı, amma bugün əlimizdə olan mənbə, yəni Türkiyə Dağ və Komando Məktəbinin təlimatı bütün bunları bir kənara qoyur və işə tamamilə başqa yerdən başlayır. Haradan? Məhz sizin beyninizdən. Baxın, hər şey məhz bu cümlə ilə başlayır. Təlimat daha ilk səhifədən nə oddan, nə sudan, nə də sığınacaqdan danışır. İlk və ən vacib cümlə bütün fəlsəfənin təməlini qoyur. Zehin. Bu sadəcə bir şüar deyil. Bu, bütün sistemin üzərində qurulduğu təməl daşıdır. Komandolar bu prosesi həyatı idamə, yəni həyatı davam etdirmə deyirlər. Və bu sadəcə acından ölməmək deyil, qətiyyən. Bu, bütün fiziki və psixoloji maneələri aşaraq evə, öz bölmənin yanına qayıtmaq üçün qurulmuş tam bir sistemdir. Yəni bu, həm bədənin, həm də iradənin döyüşüdür. Gəlin biz də bu təlimatın öz məntiqini adımlayaq. Əvvəlcə bir komandonun əsl sirrinin nə olduğunu öyrənəcəyik. Sonra ən böyük daxili düşmənimizlə, yəni qorxuyla üz-üzə gələcəyik. Oradan sağ qalmağın o kritik ilk 24 saatına keçib, sonra da uzun müddətli mübarizənin qaydalarına baxacaq. Və sonda hər şeyin başladığı o yerə, sağ qalan insanın düşüncə tərzinə geri dönəcəyik. Deməli, ilk qayda budur. Həyatda qalmaq döyüş meydanının bir davamıdır. Və bu döyüşdə sizin ən güclü silahınız, nə bahalı bıçağınız, nə də od yandırma dəstinizdir. Əsl silahınız, iki qulağınızın arasında daşıdığınızdır. Yaxşı, əgər beyniniz sizin ən güclü silahınızdırsa, onda onun ən böyük düşməni kimdir? Təlimat, su tapmaq və ya sığınacaq qurmaqdan əvvəl məhz bu düşməni, qorxunu hədəfə alır. Çünki bilirsiniz, qorxu sizin əl-ayağınızı bağlamazdan çox-çox əvvəl mühakimə qabiliyyətinizi məhv edir. Təlimat qorxuya sadəcə bir his kimi deyil, sanki bir düşmən kimi yanaşır və onu kliniki dəqiqliklə analiz edir. Sürətlənən nəbz, tərləyən ovucular, bunlar hamısı fiziki təsirlərdir, aydındır. Amma əsl təhlükə psixoloji tərəfdədir. Qərar vermə qabiliyyətinin itməsi, çaşqınlıq, panika. Bax, düşməni bu qədər detallı tanımaq ona qalib gəlməyin ilk addımıdır. Yaxşı, bəs bu düşmənə necə qalib gəlmək olar? Təlimatın cavabı, bax bu piramidadır. Hər şeyin təməlində yaşama iradəsi dayanır. Diqqət edin, ləvazimatlar və alətlər ən yuxarıdadır, ən az əhəmiyyətli yerdə. Çünki məntiq çox sadədir. Əgər yaşamaq üçün bir səbəbiniz yoxdursa, ən yaxşı ləvazimat belə sizin üçün sadəcə ağır bir yükdür. Biliyiniz ola bilər, amma iradəniz yoxdursa, o bilik heç vaxt istifadə olunmayacaq. Zehin hazırlandıqdan sonra təlimat dərhal aradan qaldırılmalı olan ən təcili fiziki təhlükələrə keçir. Çünki unutmayın, təbiətdə saat sizin əleyhinizə işləyir. Deməli, ilk fiziki prioritet sudur. Təlimata görə normal şəraitdə belə gündə 2-3 litr su içməlisiniz. Və susuzlaşma sadəcə bədəni zəiflətmir, o birbaşa beyninizə hücum edir. Sizin ən vacib silahınızı, yəni mühakimə qabiliyyətinizi əlinizdən alır. Təlimat bu məsələdə heç bir illüziyaya yer qoymur. Baxın, bu cədvəl bədəninizin necə sürətlə sıradan çıxdığını göstərir. Cəmi 5% su itkisi ilə zəiflik və əsəbilik başlayır. 10% itkidə artıq başınız gicəllənir, yeriməkdə çətinlik çəkirsiniz. 15%-dən sonra isə oyun bitir. Buna görə də su axtarışı sonra edərəm deyiləcək bir iş deyil, əsla. Və təlimat nəyi içməmək barədə də eyni dərəcədə qətidir. Çünki bu yalançı xilas yolları sizin sonunuzu daha da sürətləndirəcək. Məsələn, dəniz suyu içmək intihara bərabərdir. Çünki bədəniniz o duzu xaric etmək üçün qazandığınızdan qat-qat daha çox su sərf etməli olacaq. Yaxşı, bəs su yoxdursa nə etməli? Həlledici məqam budur ki, hətta qupquru görünən torpaqda belə rütubət var. Və bu sadə qurğu, yəni günəş distillatoru, damla-damla içməli su toplayaraq həyatınızı xilas edə bilər. Bu, təbiətin qanunlarını öz xeyrinə istifadə etmək deməkdir. Və bu, əsl komanda düşüncəsidir. Problemi anla, həll yol yarat. Su və sığınacaq məsələsi həll edildikdən sonra, yəni ilk 24 saatın təhlükəsi sovuşduqdan sonra, diqqət uzun müddətli mübarizəyə yönəlir. Bədəni yanacaqla təmin etmək və burada artıq alov və qida ön plana çıxır. Qida mövzusunda təlimatın yanaşması çox birbaşa və sərtdir. Gördüyünüz hər canlı yeyilə bilər. Bu cümlə ilk baxışdan təhlükəli səslənə bilər. Amma əslində bu, bir imkanlar dünyasının qapısını açır. Təbiət sanki bir supermarketdir. Lakin bu supermarketdə alış-veriş etmək üçün çox dəqiq bir qayda var və indi o qaydanı öyrənəcəyik. Bax bu, universal yeyiləbilirlik testidir və bu test əslində komando təfəkkürünün mükəmməl bir nümunəsidir. Niyə? Çünki o, kör-körənə bir qumarı, yəni görəsən bu zəhərlidir sualını tam hesablanmış bir riskə çevirir.
Buradakı hər bir addım səbirdən xəbər verir. Tələskənlik ölüm deməkdir, səbir isə həyat. Bu test sanki hər addımda sizə pıçıldayar. Dayan, düşün, sonra hərəkət et. Su tapmaq, yemək test etmək, bütün bu bacarıqlar əslində bizi yenidən başlanğıc nöqtəsinə qaytarır. O ən vacib döyüş meydanına, sizin zehninizə. Gəlin o piramidaya bir də baxaq. İndi görürük ki, su tapmaq və qida əldə etmək kimi bacarıqlar sadəcə bilik və təlimdən ibarətdir. Və bu bacarıqlar təməldə duran o möhkəm yaşama iradəsi olmadan tamamilə faydasızdır. Ləvazimatınız sınsa, biliklə yenisini yarada bilərsiniz. Biliyiniz çatmasa, təlimlə öyrənə bilərsiniz. Amma yaşamaq üçün iradəniz, bir səbəbiniz yoxdursa, heç bir şey sizi xilas edə bilməz. Beləliklə, təlimatın son və ən vacib mesajı budur. Sağ qalmaq bir neçə fəndin toplusu deyil, bir düşüncə tərzidir. Bu düşüncə tərzi sizi fırtınanın ortasında da aciz bir qurbandan öz taleyinin xəritəsini çəkən bir fəala çevirir. Sual artıq mənim başıma nə gələcək deyil, sual mənim növbəti addımım nə olacaq olur. Bu təlimat sizə əskərlərə öyrədilən sxemi verir, bəli, amma sonda sizi çox şəxsi bir sualla baş-başa buraxır. Və bu sualın cavabı heç bir kitabda yazılmayıb. O cavab yalnız və yalnız sizin daxilinizdədir.